Ermənistanın işğalından azad olunandan sonra yenidən qurulan Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayır. Böyük qayıdış proqramı çərçivəsində şəhərə ilk köç olacaq. Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam şəhərinə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Şəhərin ilk sakinləri olacaq 104 ailə yaxın günlərdə doğma yurdlarına yola salınacaq. Ümumilikdə 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məskunlaşdıracaq, ölkənin 4-cü ən böyük şəhəri olacaq. Qeyd edək ki, Ağdam şəhəri 1-ci Qarabağ müharibəsi zamanı 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Vətən müharibəsinin sonunda 2020-ci ilin noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üstərəfli bəyanata əsasən noyabrın 2-də Ağdam Azərbaycana qaytarılıb. 2021-ci ilin may ayının 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyub. Cənab Prezidentimizin dediyi kimi, doğrudan da Azərbaycan xalqı qurub yaradan xalqdır və belə gözəllikləri inşa edən bir xalqdır. Amma erməni xalqı isə, bax o xarabalıqları gördünüz, onu operatorumuz boş yerə çəkmədi. Erməni xalqı isə belə dağdan, çökən, uçurdan bir millətdir. Əyani şahidi olursunuz ki, bu gözəl Ağdamımızı nə günə qoymuşlar. Amma biz Azərbaycanlılar isə belə gözəllikləri yaradan millətik.